5-ci Muğam Televiziya müsabiqəsinin iştirakçılarından Fərid Əmiraslanlı bugün bizim qonağımızdır. Sabahınız xeyir olsun Fərid, xoş gəldiniz. Sabahınız xeyir olsun, təşəkkür edirəm Eyni sizə. zamanda Fəridi müşahidə edəcək musiqiçiləri qeyd etmək istərdim. Tarda Elvin Fəttayev, Kamançada Mahir Quliyev, Nağarada Həsən Talıbov. Dostlar, sizi də salamlayırıq. Sabahınız xeyir olsun. Gəl Fəridlə bir yaxından söhbət eləyək. Fərid, İlk olaraq təklif edirəm ki, Rəşad, Fərid salamlasın iştirakçılarımızı, daha doğrusu qonaqlarımızı bir musiqi ilə salamlasın, sonra söhbətimizə başlayarıq. Ondan sonra inşallah söhbətimizə davam edək. At gülüm ay yüzünü, cənnət-i rızvanı görüm. Xətti xalı, gül camalı, təxt-i Süleymanı görüm. Məni bağban eləmə, gəl o bağa bağban elə. Yatım, rahat olum, cənnət-i rızvanı görüm. Ayam, aman, ay canım, aman ey. Bulud ötüb ayhanı, qaşın kimi yayhanı. Bulud ötüb ayhanı, qaşın kimi yayhanı. Gəzim el yobanı, eldə sənə tayhanı. Gəzim el yobanı, eldə sənə tayhanı. Ellərin yan qara qız, ay qaşı gözü qara qız. Gəl eylə dərdən çara qız, ay qaşı gözü qara qız. Ellərin yan qara qız, ay qaşı gözü qara qız. Gəl eylə dərdən çara qız, ay qaşı gözü qara qız. Mən aşıram halına, üzdə qoşa halına. Aşkım halına, üzlə qoşa halına. Lalə bölüşə yetməz, yarın gül camalına. Lalə bölüşə yetməz, yarın gül camalına. Ellərini yan qara qız, ay qaşı gözü qara qız. Eylə dərdimən cara qız, ay qaşı gözü qara qız. Ellərini yan qara qız, ay qaşı gözü qara qız. Gəl eylə dərdən cara qız, ay qaşı gözü qara qız. Əhsən, təşəkkür edirik sizə. Bu majorladığı üçün, bu nikbin bir ifa üçün minnətdarıq. Çox sağ olun. Təşəkkür edirik, var olasınız. Və qeyd edək ki, Fərid 2015-ci ildə keçirilən 5-ci Muğam Televiziya müsabiqəsinin iştirakçılarındandır. Üzərindən 10 il keçib, bu müsabiqə bugün də davam etməkdədir. Amma xatirələr və Muğam müsabiqəsində öyrəndikləriniz, münsiflər heyətindən o əldə etdiyiniz biliklər sizə bu yolun məhz uğurlu olmasına gətirən yəqin ki, məqamlardan biridir. Sizin təəssüratlarınız, o günlərə qayıtsaq, xatirələriniz və ümumiyyətlə Muğam müsabiqəsi sizin həyatınızda, yaradıcılığınızda nəyi dəyişdi? Bu böyük səhnəyə atdıqda onun rolundan danışaq. Buyurun. Təbii ki, istedadı Allah verir, ancaq onu elmlə, təhsillə puxtələşdirmək lazımdır. Mən düşünürəm ki, Muğam müsabiqəsi milli mədəni irsimizin inkişafında böyük rol oynayır
və mən də bir baxmayaraq ki, sənətkar ailəsində dünyaya göz atmışam. Mərhum sənətkarımız Respublikanın fəxri mədəniyyətçisi Sərdar Əvəzoğlu'nun övladıyam və bir sənətkar övladı kimi, bəli, təşəkkür edirəm. Bir sənətkar övladı kimi təbii ki, bir sənətkar ailəsində böyümək daha üstünlükdür sənət baxımından. Çünki musiqinin ocağında, musiqinin içində böyüyürsən. Ancaq muğam müsabiqəsi mən deyərdim ki, hələ 97-ci ildə Azərbaycan televiziyasında Abdu Qoşqarın, Məmməd Aslanın, bu ASTV-də musiqili verişlər redaksiyasının sədri olan vaxtı Vüqar Əhmədin zamanında hələ mən onda efirlərə çıxırdım, dəvət olunurdum Azərbaycan televiziyasının efirinə. Ancaq muğam müsabiqəsi həqiqətən də bir gənc ifaçı kimi tamaşaçı qarşısında bir tramplin idi mənim üçün. Çünki 4 ay efirdə olmaq, adətən şənliklərində, toylarda muğam ifa edirik, yoxuyuruq. Ancaq ki, tamaşaçı qarşısında onun məsuliyyəti, qəzəlləri düz oxumaq. Ustadların qarşısında. Ustadların qarşısında, heç ondan əlavə ustadların qarşısında səhnə mədəniyyəti, bizim Milli Konservatoriyadan, Asaf-Zeynal'dan öyrəndiyimiz səhnə bacarıqları, bilikləri bir platforma idi şəxsən mənim üçün ki, onu göstərmək lazım idi orada. Və düşündüm ki, mənim üçün uğurludur, ancaq səhnə mədəniyyətindən əlavə, yəni bir ifaçı kimi efir bacarıqlarının inkişafında muğam müsabiqəsi mənim üçün müstəsna rol oynayır. 4 ay efirdə olmaq canlı, həm də efir məhsuliyyəti deyilən bir şey var. Bəli, efirdə o kameralar mı deyim, mikrofonlar mı deyim, onları hiss eləmək. Mən düşünürəm ki, işıqlar, onları görmək. Təbii, mən düşünürəm ki, biraz səhnə bacarıqlarımı orada daha çox inkişaf elətdirdim və tamaşaçının gözünə baxmamağa öyrəndim orada. Ki, tamaşaçının gözünə baxmıyorum. Çünki tamaşaçının gözündə bir qəribə bir təlaş var sənə baxan və o səndən nələrsə gözləyir. Çalışmışsınız, yəni bütün bu muğam müsabiqəsində praktiki olaraq çalışmışam. 4 ay ərzində topladıqlarını sizə bax bu gün də çox böyük yardımcı oldu. Bir ömür boyu. Çox təşəkkür edirik bax bu ifaya görə. Növbəti dostlar ifansı olacaq. Böyük məmnuniyyətlə sizi eşidirik. Çox sağ olun gəlişiniz üçün musiqiçilərimiz, xanəndəmiz. Düşübdür sənə meylim, sevgili yarın evlərin alıp canımın eylim. Aşık olmuşam gözəlim, düşübdür sənə meylim. Bu xalqda xalan, gör peyran olam. Bu xalqda xalan, gör peyran olam. Gəl məni qonaq eylə, güzel mehmanın olam. Gəl məni qonaq eylə, gözəl mehmanım olam. Boynunda var, bürdüt var, ay bir heyva, bir boynunda var, bürdüt var, ay bir heyva, bir nar. Sevgilim sən, gözəl yar, ay qara qayaş, qara göz. Sevgilim sən, gözəl yar, ay qara qayaş, qara göz. Bahar olur oxuyur bülbüllər çəmən üzdən. Könlüm açılır göycək yar yağ səmən üzdən. İlkbahar olur oxuyur bülbüllər çəmən üzdən. Könlüm açılır görür yar yağ səmən üzdən. Bu xalqda xalan gör beyranın olan. Bu xalqda xalan gör beyranın olan. Gözəl mehmanın olam, gəl məni qonaq eylə, gözəl mehmanın olam. Boynunda var, bürdüt var, ay bir heyva, bir lan.
qaş, qara göz sevgilim sən, gözəl yar, ay qara qaş, qara göz sevgilim